Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsində DSK yolunun yaxşı bir yerində, yolda marşrut yolundan hardasa 100 metr məsafədə yerləşən 2 mərtəbə 7 otaqdan ibarət evimiz satışa çıxıb. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurub baxa bilərsiniz. Deməli, hörmətli izləyicilər, darvazadan daxil oluruq evin həyətinə. Onu da vurğulayım sizə ki, həyətə hardasa iki maşın belə daxil olur və qaraja da bir maşın daxil olur rahat. Evin sol tərəfində də torpaq sahəsi var. Lazım olsa əlavə olaraq pulunu vermək şərti ilə əlavə torpaq sahəsi də buradan üstündə satıla bilər. Həyət hardasa iki maşın rahat daxil olur. Qaraja da bir maşın daxil olur. Bayaq söylədiyim kimi. Buyurun qaraja baxın. Abşibat olunub. Buradan daxil oluruq birinci mərtəbəyə. Birinci mərtəbə 3 otaq, sanitar qovşaq və mətbəxdən ibarətdir, lakin tam hazır vəziyyətdə deyil. Buyurun, baxın. Belə bir vəziyyətdədir. Bura mətbəx hissəsidir. Aşağı mərtəbənin burada sanitar qovşaq yerləşir və əlavə olaraq 3 dənə də otaq buradadır. Biri, ikisi, bu da 3-cü otaqdır. Burada, yəni bu vəziyyətdə satılır. Evin sahibi tərəfindən. İkinci mərtəbədə 4 yataq otağı, bir mətbəx və sanitar qovşaq yerləşir. Ev hardasa 15-16 da kürsüdən ibarətdir. Qalxırıq ikinci mərtəbəyə. Eyvan hissəsidir bura. Eyvandan həyətə baxış keçirdirik. Buyurun, baxın. Hörmətli izləyicilər, bu hissədən əlavə lazım olsa 2 sot torpaq sahəsi də evin üstündə verilə bilər. Qiymətli dəyişiklik olmaq şərti ilə ki, qiymətli də videonun sonunda sizə təqdim edəcəm. Daxil oluruq ikinci mərtəbənin dəhlizə. Bura dəhlizidir. İşıqlar hal-hazırda tam qoşulmayıb. Ona görə bu vəziyyətdə çəkiliş edirəm. Üzürlü sayın. Buradan daxil oluruq mətbəxə. Mətbəx baxalı mebellə yığılıb. Membran mebeldir. Mətbəxin 2 pəncərəsi var. Radiator qoşulub. Kombi aparatı da qoşulub. Mətbəxin ölçüsü təxminən 15 kvadrata yaxındır. Çıxırıq dəhlizə və giriş qapısının sağ tərəfində qonaq otağına daxil oluruq. Qonaq otağı da böyükdür. Hardasa 30 kvadrata yaxın 2 pəncərə ilə. Tam təmirlidir. Qapılar, ağ qapılar da gördüyünüz kimi. Geniş dəhlizi var. Çıxırıq dəhlizə. Daxil oluruq yataq otaqlarının birinə. Bir daha təkrarlayım, ikinci mərtəbədə mətbəx, bir zal, 3 yataq otağı yerləşir. Evin bu hissəsi də açıqdır gördüyünüz kimi. Çıxırıq dəhlizə. Daxil oluruq yataq otaqlarının birinə. Yataq otaqları hər ikisi 20 kvadratdır. Burada pəncərədən başqa evlərin məsafəsi 1 metrə yaxındır. Buyurun, baxın. Gördüyünüz kimi 1 metr məsafəsi var. Çıxırıq dəhlizə, daxil oluruq uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına. Bu yataq otağında ölçüsü təxminən 13-14 kvadrat olar. Radiatorlar quraşdırılıb və daxil oluruq sanitar qovşağa. Sanitar qovşağında aksesuarları hamısı quraşdırılıb. Tam təmirlidir, kafel metlaq. İki mərtəbə 7 otaqdan ibarətdir. Tam təmirlidir. Hörmətli izləyicilər, bir daha təkrarlayım, ev yerləşir Biləcəri qəsəbəsində. DSK yolunun yaxşı bir yerində, dəyirmanın yaxınlığında, yəni yolun sağ tərəfində, Biləcəri tərəfində. Yoldan hardasa 100 metr məsafədə marşrutlar, evin yaxınlığına keçən marşrutlar 92 gedir avtovağzal, Şamaxınka 20 yanvar metro Əcəmi, 91 gedir avtovağzala qədər
və 170 də gedir avtovağzal 20 yanvar metro Əzəmi tərəfə. Bu evin ilkin qiyməti 152 min manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımıza bəyənin, paylaşın ki, gələcəkdə yenə çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkür edirəm sizə görə.